2025-ci ilin konstitusiya və suverenlik ili elan edilməsi fonunda cəmiyyətdə əfv gözləntiləri artsa da, bu hüquqi və siyasi kontekstdə yalnız cənab prezidentin qərarı ilə reallaşa bilər. Əfv məsələləri komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əli Məmməd Nuriyev bunu Today Press-ə danışarkən deyib. Onun sözlərinə görə, hazırda əfv məsələləri komissiyasının iclasları davam edir. Stat: Artıq 6 iclas keçirilib. Qarşıda növbəti bir görüş gözlənilir. Əlbəttə ki, iclasların davam etməsi mümkün əfv sərəncamı üçün ilkin mərhələ kimi qiymətləndirilə bilər. Lakin yekun qərarın tarixi barədə qəti fikir söyləmək hüquqi baxımdan məqsədə uyğun hesab olunmur. Çünki Azərbaycan Respublikasının prezidenti tərəfindən əfv sərəncamının imzalanması Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə əsasən dövlət başçısının müstəsna səlahiyyətindədir. Statın sonu. Xatırladaq ki, əfv məsələləri komissiyasının artıq 6 iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb. Bununla da komissiya tərəfindən baxılan müraciətlərin sayı 700-ü keçib. Töhfə Səməd, Namiq Abbasov, Today Press.